Uşağınıza enməmiş xaya əməliyyatı olundu, amma əməliyyatdan sonra xaya yerində deyil. Bu, ailələri çox maraqlandıran və həyəcanlandıran bir hal olur. Əlbəttə ki, bu əməliyyatlardan sonra cərrahi komplikasyonlar da ola bilir və ya damar zədələnməsi və ya əməliyyatın mərhələlərinin yetəri qədər icra edilməməsi kimi hallarda xaya yenidən yuxarı qayıda bilir və ya xaya kiçilə bilir. Burada ən önəmli şey sonrasında təqibdir. Yəni əməliyyat olan hər bir uşağı yaxın nəzarətdə saxlamaq lazımdır ki, lazım gələndə xırda bir müdaxilə ilə yaranmış səhvi və ya yaranmış problemi ortadan qaldırıb xayanı yenə yerinə salmaq mümkün olsun. Oldu da məsələn əməliyyat olundu, amma xaya itdi. Bu xayanın atrofiyası deməkdir. Yəni ki, qan bəslənməsi, damar bəslənməsi zəif olan bir xayadırsa, onu siz yerinə endirmiş olsanız belə o inkişafa davam eləyə bilmir. Ən önəmli şey vaxtında və doğru cərrahi müdaxilə eləməkdir. Əgər xaya qarın boşluğunda yerləşirsə, onu tək səfərdə xayalığa gətirmək doğru bir hərəkət deyil. Onu 2 mərhələdə gətiririk, əgər qarın boşluğundadırsa. Çünki onların kanalı qısa olur. Və qarın boşluğundan xayalığa qədər gələn yol çox uzun olduğu üçün bu xayaların təqribən 1/3-də atrofiya gedir sonrasında. Yəni, təbii ki, 2/3 müsbət bir şəkildə həyatına davam edir, amma 1/3 ailələr üzülür. Çünki xayanın gəldiyi yol çox uzundur və hər gəlişdə də damar biraz daha gərildiyi üçün, damarlar biraz daha zədələndiyi üçün istər-istəməz xayanın inkişafı zəifləyə bilir. Yəni, bunu nəzərdə tutmaq lazımdır. Amma qasıq kanalında yerləşmiş xayadırsa, təbii ki, o tək səfərdə aşağı gələcək, sonrasında nəzarətdə saxlanacaq. Cərrahiyyədə ən çox edilən, yanlış deməyim də, əksiklərdən biri odur ki, orada bir qasıq yırtığı olur. Amma bu qasıq yırtığı çox kiçik həcmli bir qasıq yırtığı olur və bir çox həkimdə bəlkə də əməliyyat sırasında heç görmürlər o qasıq yırtığını. Və onu bağlamayıb, onu içəri qarın boşluğuna göndərməsən, yəni sən təbii ki, aşağıda fiksasiya eləyibsən xayanı, tikiş qoyubsan, 3 ay, 6 ay o duracaq orada. Sonra hop, yenidən geri qayıda bilər. Ona görə o mövzuda diqqət eləmək lazımdır. Əslində, prinsip sadədir. Təcrübəli əldə doğru əməliyyat. Əməliyyatın fəsadı ola bilərmi? Ola bilər. Xaya kiçilə bilərmi? Kiçilə bilər. Amma güvənliyiniz bir cərrahla iş görün ki, bilin ki, o əlindən gələn hər şey eləyib sizin uşağınız üçün. Bundan sonrası artıq nəzarət.